Azərbaycanda qarpızın əsas mövsümü iyul ayının ortalarından başlayır. Bu dövrdə yetişən qarpızlar daha təbii, faydalı və yüksək qida dəyərinə malik olur. Mövsümdən əvvəl bazara çıxarılan qarpızlar isə bəzən sağlamlıq üçün təhlükə yarada bilər. Bu barədə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova məlumat verib. Onun sözlərinə görə erkən satışa çıxarılan qarpızlar ya istixanalarda kimyəvi maddələrin köməyi ilə yetişdirilir, ya da xaricdən idxal olunur. Belə qarpızlarda istifadə olunan kimyəvi maddələr daşınma və saxlanma şəraiti mühüm rol oynayır. Əgər təhlükəli maddələrdən istifadə olunmayıbsa, az miqdarda yemək olar. Amma ən yaxşısı mövsümünü gözləməkdir. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliyi olan şəxslər ehtiyatlı olmalıdır. Hətta təbii yetişmiş qarpız da çox miqdarda qəbul edildikdə sağlamlığa ziyan vura bilər. Qarpızın tərkibindəki yüksək şəkər səbəbindən diabet xəstələri miqdarı nəzərdə saxlamalıdır. Həmçinin qarpızı çox soyuq yemək spazm və iltihaba səbəb ola bilər. Qarpız alarkən aşağıdakılara diqqət edilməlidir. Həddindən artıq iri olmamalıdır. Qabığı parlaq və naxışları aydın görülməlidir. Birbaşa günəş altında satılmamalıdır. Günəş altında uzun müddət qalan qarpızın tərkibində kimyəvi dəyişikliklər baş verir və bu sağlamlıq üçün risklidir, deyə ekspert əlavə edib.